Balakan rayonunun Qazma kəndinə Bulavlı yolun kenarında obyekt satışa çıxarılır. Gördüğünüz bu yolun üzerinde yerleşir. Yani karşılığında Grand Mangal restoranında yerleşir. Tam yolun kenarında yerleşir. İkinci mərtəbəsində gördüğünüz gibi her kapının önünde balaca balkonlar koyulmuştur. Yan taraftan, ön taraftan 21 beton kolonlar işlənilibdir. Beton kolonlardan tikilmiştir möhkəm şəkildə. Hündürlüğü 4 metrədir. Atapline yerləri yəni qoyulmuşdur. Kanalizasiya xətlərinin yerləri qoyulmuşdur. Yeri metlaqlanmış. Bu hissədə deməli 2 dənə belə bir otaqdır. Çoxluq oldu, yəni yeri çoxluq çəkilmişdir. İşıq xətləri qoyulmuşdur. İkinci otağı, burada da arkada bir otağı var. Burada da yine xətləri qoyulmuşdur. Gördüğünüz gibi bu hissədə. Burada 2 hissə var. Kerma granitli, yani bahalı materialdır. Gördüğünüz metlaq. Bu hissədə birinci mərtəbəsinə ait ayaq yolusudur. Xətlər qoyulmuşdur. Kanalizasiya xəttləri qoyulmuşdur bu hissədə. Bazısına kerma granit metlağı kabel işlənmişdir. Mərtəbə arası qeyd etdiyim kimi beton monolitdir. Obyektin ön hissəsindən gördüğünüz uzabura kimi 6 metr yarımdır. Yani bu hissədə plaşaska kimi olacaq. Yani maşın dayanacağı.